Hörmətli uşaqlar, bugünkü mövzumuz qarşılıq birgəlik növ feillərdir. Bax, qarşılıq birgəlik növ feillər xüsusi şəkilçi vasitəsindən yaranır. 3 üstü 4 şu şəkilçilərin vasitəsilə qarşılıq birgəlik növ feillər yaranır. Bu növ feillər feili qrammatik növlərində qarşılıq növ daridir, birgəlik növ daridir. Amma ümumi birlikdə bunlar qarşılıq birgəlik növ neyini adlanır. Qarşılıq növ feillərin xüsusiyyəti nədir? Təsirli feillərdən yaranır, təsirsiz olur. Təsirli feillərin üzərinə 3-4 şəkilçisini artırmaqla feilin qarşılıq növləri yaranır. Adından göründüyü kimi burada hərəkət qarşı-qarşıya nə olur? İcra olunur. Məsəl üçün, belə bir feil götürək. Dostlar, yazışır. Bax, bu cümlədə bu dostlar yazışır. Yəni, sən dostuna yazırsan məktubu, dostun da sənə yazır. Hərəkət nə oldu? Qarşı-qarşı icra olundu. Həm də görürsünüz də burada yaz feilinə iş şəkilçisini nə eləmişik? Artırmışıq. Yaz feili təsirli feil. Yaz nəyi? Dəftəri, kitabı, məktubu yazışır. Nə? Kim? Dostlar. Görürsünüz burada yaz feili təsirlidir. Anın obyekti ismin təsirli qalındadır. Yazış feili isə təsirsizdir. Obyekti ismin adlı qalındadır. Aydındır? Deməli, qarşılıq növ feillər təsirli feillərə 3-4 şu şəkilçisini artırmaqla nə olur? Yaranır, hərəkət qarşı-qarşıya icra olunur. Məsəl üçün, başqa bir misal çəkək. Rəfiqələr görüşür. Hərəkət burada şəxsən qarşı-qarşı icra olunur. Rəfiqələr görüşür. Bu onun qucaqlıq bağrına basır, o da bunu. Hərəkət necə icra olundu? Qarşı-qarşı icra olundu. Və bu hərəkətin qarşı-qarşı icra olunmağına görə bu tip feillərə nə deyirlər? Qarşılıq növ feillər. Məsəl üçün, xoruzlar döyüşür, qoçlar toqquşur. Hərəkəti icra edən neçə subyekt olur? 2 subyekt olur da, düzdür? Bax, burada bir neçə nüansa da diqqət yetirmək lazımdır. Pəhləvanlar Pəhləvanlar güləşir. Burada qarşı-qarşıya icra olunan hərəkət var. Pəhləvanlar güləşir, ikisi bir yerdə güləşir. Güləşmək hərəkətini birlikdə icra etmirlər. Amma bu növ feillər qarşılıq növ sayılmayacaq. Niyə? Çünki güləş feilin gəlib kökmə şəkilçiyə ayıraq. Bəli, ayıraq. Sözün kökü nədir? Güləş. Güləş. Güləşir. Burada əş nə deyir? Şəkilçi deyil. Feilin kökünə aiddir. Burada feilin qrammatik növün şəkilçi olmadığına görə bu növ feillər hərəkət qarşı-qarşıya icra olunsa da nə olmayacaq? Qarşılıq növ feil olmayacaq. Məlum növ feil sayılacaq. Və küsürlər barışır və barışdılar. İncisindən ayrı var. Qarşı-qarşıya hərəkət var burada. Var. Orada küsürlər onun evinə gedir, onun evinə gedir, hərəkəti qarşı-qarşıya nə edirlər? İcra edirlər. Amma baxaq barışdılar feilinə. Sözün kökü nədir? Barış. Barış. Düzdür? Barış, barışdı, barışdılar. Buradakı ş nədir? Şəkilçi deyil, elə feilin kökünə aiddir. Demək, feilin qarşılıq növdə olmaq üçün əsas əlamətlər nədir? Hərəkət qarşı-qarşıya icra olunmalıdır, sonra təsirli feillərə 3-4 şəkilçisi nə olmalıdır? Artırılmalıdır.
Başka bu tip fiiller var. Onlara bakalım. Səliqəsiz. Bak, meyve büzüştü. Büzüştü. Her zaman siz yazabilirsiniz. Bəli. Bak, büzüşür fiiline bak. Burada karşı karşıya hareket var. Fiil. Ama bak, büzüşür. Diyebilirsiniz burada bu şekilsi var. Bəli. Üç üstü dört ne demek? Üç, dört varyantda işlenir. Düzdür mü? Bəli. Ha? Bəli. Ama bu meyve büzüşürden ne yoktu? Karşı karşıya ondan hareket yok. Meyve özü büzüşür. Bəli. Düzdür mü? Bəli. Ha? Bu növ fiiller məlum növdən olacaq, sayılacaq. Məsələn, top yığışır. Top gözünüz ərir, yığışır, şar yığışır, top yığışır. Bax, deyə bilərsiniz ki, bu qayıdış növ oxşuyur axı. Qayıdış növdə belə deyil. Qayıdış növdə subyekt həm də obyektdir. Top yığışır. Topa hər hansı bir təsir edir də, bir qüvvə, istilikdir, nədir, kənar təsir olur ki, nə olur? Ərir, yığışır və istidən və başqa bir texniki səbəbdən də ola bilər, yığışa bilər. Bax, burada da yığ sözün köküdür, yığış, yığışır. Bu şəkilçi burada olmağına baxmayaraq, bu feillərdə hərəkət qarşı-qarşıya nə olmur? İcra olunmur. Aydındır? Bəli. Məlum növdə sayılır. Bu qarşılıq növ. Qarşılıq növü müəyyənləşdirməkdə çətinlik olmayacaq. Xeyr. Keçən birgəlik növ. Bax, birgəlik növdə bu eyni tipə H2, şunun şəkilçilərindən neyinir? Düzəlir. Burada qarşılıq növdən fərqli iki xüsusiyyət var. Nədir o iki xüsusiyyət? Birgəlik növdən qarşılıq növü neyinir? Fərqləndirir. Birgəlik növdə dedik, hərəkət necə icra olunur? Qarşı-qarşıya icra olunur. Birgəlik növdə isə hərəkət birgə, toplum şəklində nə olur? İcra olunur. Misal üçün, bura baxaq. Quzular mələşir. Uşaqlar, siz deyin görək, burada qarşı-qarşıya hərəkət var, yoxsa hərəkət toplu şəkildə icra olunur? Birgəlik mənlə. Toplum şəkildə icra olunur. Ona görə bu növ feil nə olacaq? Birgəlik. Və deyirəm ki, uşaqlar, qaçışı. Hərəkət qarşı-qarşıya icra olunur, yoxsa toplu şəkildə? Uşaqlarla toplu. Bəli, toplu şəkildə nə olur? İcra olunur. Aydındır? Deməli, baxaq. Demək, birgəliklə qarşılığın dedik ki, iki fərqi var. Birincisi nədir? Birində qarşılıq növdə hərəkət qarşı-qarşıya icra olunur. Birgəlik növdə isə ümumi şəkildə, toplum şəkildə nə olur? İcra olunur. İkinci fərq nədir? İkinci fərq odur ki, birgəlik növ təsirli feildən yaranır, təsirsiz olur. Qarşılıq növü istəyirəm. Təsirli feildən yaranır, təsirsiz olur. Birgəlik növ isə təsirsizdən olur, təsirsiz olaraq nə olur? Qalır. Aydındır, qaç. Məsəl üçün, nəyə, hara, evə, küçüyə. Görürsünüz, o an obyekt ismi yönlük halında oldu. Aydındır? Bəli. Çox sağ olun uşaqlar, təşəkkür edirəm.